Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə fizikadan qəbul imtahanına düşmüş belə bir sualın izahına baxacağıq. Şərtdə deyilir ki, açıq su hövzəsində müəyyən dərinlikdəki tam təzyiqin suyun dərinliyindən asılı qrafikində verilmiş A nöqtəsinə uyğun dərinlik neçə metrdir? A nöqtəsinə uyğun dərinliyimizi gəlin H-la yazaq. Biz bilirik ki, ağzı qapalı olan qabda hidrostatik təzyiqin düsturu P bərabərdir ρ(J)H-dır. Amma ağzı açıq olan qabda isə bu zaman bizim təzyiqimiz, tam təzyiqimiz P0 üstə gələ ρ(J)H-a bərabərdir. Çünki ağzı açıq qabda havanın da təzyiqi var və biz də bilirik ki, havanın təzyiqi, yəni atmosfer təzyiqində P0 ilə işarə edirik. Buna görə də P0 üstə gələ ρ(J)H yazmalıyıq tam təzyiqi tapanda. İndi baxın, qrafikə fikir verin. Gördüyünüz kimi A nöqtəsinə uyğun tam təzyiqim 4P0-dır. Onda düsturda yerinə yazsaq, 4P0 bərabərdir. P0 üstə gələr ρ(J)H. Buradan ρ(J)H bərabərdir. 4P0 çıxaq P0-a bərabər. 4P0-dan P0 çıxanda qalacaq 3P0. R'muz şərtdə verilib. Fikir versəz 10 üzəri 3-dür. J də verilib 10-dur. Deməli, onda olacaq 10 üzəri 3 vuraq 10 vuraq H bərabərdir. 3 vuraq P0 da verilib 10 üzəri 5-dir. Şərtə fikir verin. İndi mən buradan H-ı tapmaq istəsəm 3 vuraq 10 üzəri 5-i böləcəm. 10 üzəri 3 vuraq 10 mənə verir 10 üzəri 4. Buradan da aydındır ki, 10 üzəri 5-i 10 üzəri 4-ə böləndə üstlər çıxılır. Yəni 5-dən 4 çıxarsam 1 qalacaq. Deməli, 3 vuraq 10 üzəri 1. 10 üzəri 1 deyəndə yazılmır. 3 vuraq 10, o da olacaq 30. Deməli, burada bizim A nöqtəsinə uyğun dərinliyimiz oldu 30 metr.